Sadəcə 30 dəqiqə vaxtınızı alacaq inanılmaz ləzzətli bir börək resepti bölüşəcəm. 1 ədəd kub-kub doğradığımız soğan və 2 diş sarımsağı rəndədən keçirdib tavaya əlavə edib qovururuq. Üzərinə 2 ədəd xırda-xırda doğradığımız toyuq filesini, 2 ədəd rəndədən keçirdiyimiz kökü, zövqə görə duz, istiot, pul bibərini də əlavə edib birlikdə bişiririk. İçliyimiz artıq hazırdır. Sosu üçün qaba 1 stəkan süd, 1 ədəd yumurta, 4 xörək qaşığı duru yağ, 2 xörək qaşığı un və zövqə görə duz əlavə edib qarışdırırıq. Reseptdə 10 ədəd iri lavaşdan istifadə edəcəyik. Sousu lavaşın üzərinə çəkirik və daha sonra videoda göründüyü halda içlikdən əlavə edərək rulon halında büküb forma veririk. Forma verib hazırladığımız börəkləri soba listinə əlavə edərək üzərlərinə yumurta sarısı, küncüt və çörək otu əlavə edirik. Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada börəklərin üzəri qızarana kimi bişiririk. Az vaxtda hazırlanan, amma ləzzətli isə mükəmməl olan bu börəyi siz də mütləq hazırlayıb dadına baxmalısınız. İndidən hazırlayacaq olan hər kəsə nuş olsun. Hələlik!